Prezident İlham Əliyev amnistiya elan olunması təşəbbüsünü irəli sürüb. Milli Məclisdə təqdim olunan layihə 20 mindən çox şəxsə şamil ediləcək. 5 mindən çox şəxs azad ediləcək. 3 mindən çox şəxsin cəzası azaldılacaq. Azərbaycan suverenliyi uğrunda döyüşənlər, həlak olmuş və ya itkin düşən şəxsin yaxın qohumları, Ermənistanın təxribatı səbəbindən əlil olanlar cəzadan azad ediləcək və ya cəzaları azaldılacaq. Böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, ehtiyatsızlıqdan cinayət törədənlərin isə cəzaları azaldılacaq. Bundan əvvəlki amnistiya aktı 2021-ci ildə qəbul edilmişdi. Həmin siyahıda siyasi məhbus sayılan şəxslərin olmaması narazılıq doğurmuşdu. Milli Məclisin deputatı Zahid Oruç deyir ki, əfv qərarlarından fərqli olaraq amnistiya qanunvericiliyə, cinayət maddələrinə tətbiq edilir. Deputat düşünmür ki, siyasi məhbus kimi tanınan şəxslərə aid edilməməsi üçün ayrı maddələr seçilə bilər. İndiki halda biz baxdığımızda o maddələr amnistiya edilibdir ki, həqiqətən də o dövlət əleyhinə cinayətlər kimi tövsif edilmir. Hesab edirik ki, yəni o ağır cinayətləri çıxmaq şərti ilə indiki halda istintaq altında olan bir çox şəxslər, bir daha söyləyirəm ki, mən müstəsnalaşdırmaq, yalnız onların üzərində subyektləşdirərək danışmaq istəmirəm ki, bütövlükdə bu amnistiya qərarı konkret bir media platformasının və yaxud da ki, jurnalistlərin üzərindən danışılmasın, dəyərləndirilməsin. Əksinə ona bütöv yanaşdığımızda daha obyektiv olacağıq və mən söylədim ki, hal-hazırda hökm çıxarılmayan, yəni istintaq altında olan şəxslər də amnistiya qərarından faydalana biləcəklər. Onların bu dəqiqə mühakimə edildiyi maddə amnistiyaya düşəcəksən. 3-cü Respublika platformasının qurucu üzvlərindən Araz Əliyevin amnistiya ilə bağlı böyük gözləntiləri yoxdur. Deyir, Azərbaycan hakimiyyətinin, xüsusilə siyasi müxalifətin, vətəndaş cəmiyyətinin üzvlərinin və jurnalistlərin həbsi ilə bağlı geri addım atmaq fikri yoxdur. Reallıq odur ki, bəli, bəzi şəxslərin buraxılma ehtimalı hər zamankindən daha çoxdur. Hansı ki, onların məhkəmə prosesi bitib, artıq onlara verilən həbs müddətinin bir hissəsi başa çatıb və artıq onların həbsdə qalmağı hakimiyyətə bu və ya digər şəkildə bir qazancı yoxdur və həmin insanlarla bağlı hansısa bir tədbirlər görülə bilər. Amma yenə də unutmamaq lazım ki, Azərbaycan hakimiyyətinin avtoritar meylləri var və o özünə xüsusilə siyasi müstəvidə rəqib olan şəxslərlə amansız mübarizə aparır. O baxımdan mən sırf siyasi müstəvidə olan və fəaliyyəti sırf siyasi yönümlü, hakimiyyətə qarşı birbaşa yönümlü olan şəxslərin hansısa formada azad olunacağından bağlı gözləntilərim azdır. Yerli hüquq müdafiəçilərinə görə, hazırda Azərbaycanda 400-ə yaxın siyasi məhbus var. Rəsmilər bu fikirləri əsassız sayır.